Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyəi vəl mürsəlin. Nəbiyyina Muhammed və alə əlihi və sahbihi əcməin. Əziz qardaşlarım, bugün ilk öncə öz nəfsimə, sonra da sizlərə xatırlatmaq istədiyim bir məsələ, bir mövzu və bir hədis ətrafında danışmaqdır. Hansı ki, Muhammed sallallahu aleyhi ve sellem qardaşlarım, bu hədisdə Allah azze ve celle'nin zikri üçün toplaşan, onu yad etmək üçün bərabər olan, özlərinə elm halqaları quran, Allahın adı üçün, onu xatırlamaq üçün, yad etmək üçün, zikr etmək üçün, Allahı uca tutmaq üçün toplaşan bir dəstənin nə qədər üstün, fəzilət sahibi olduqları barədə olan hədisdir, qardaşlarım. Vallahi bu məclislərə və həmçinin bu fəzilətləri bilməyə bizim çox böyük ehtiyacımız var. Çünki bəzən qardaşlarım, məclislər olur, qardaşlar gəlir, elm məclisləri qurulur, tələbələr oturur. Bəzən görürsən, qardaşlarım, hər hansısa bir qardaşın bəlkə də etibarsız sayılan bir səbəblə o məclisə gəlmir. Düşünür ki, sabah gedərəm, onsuz da məsələn qardaşlar var. Elhamdülillah düşünür, mən sağ, qardaşım sağ. Dərs deyən də gələcək, mən də gedəcəm. Lakin vallahi deyirəm, vallahi qardaşlar, əzəmətli fəzilətlər əldən gedir. Xüsusən Ramazan ayıdır, qardaşlar. Ramazan ayıdır. Əcirləri, savabları geniş bir şəkildə əldə etmək, üstün fəzilətlərə qaçmaq, getmək yox, vallahi qaçmaq lazımdır. Allah Azze ve Celle Quran-ı Kərimdə dünyadan danışdığı zaman, yer üzərindən danışdığı zaman, dünya həyatından danışdığı zaman, onun üzərində gəzin deyir, yeriyin, üstündə gəzin. Yəni, elə də dalıca qaçılacaq səviyyə və ölçüdə deyil. Amma Allah Azze ve Celle özündən, ibadətlərdən, Allaha getməkdən danışanda fəfirru ilallah. Allaha tərəf qaçın deyir. Firar etmək bilirsiniz. Fərari də məsələn oradandır, qaçmaq. Allaha tərəf qaçın deyir. Çünki qurtuluş da, uğur da, nicatın tapılması da, uğurun əldə edilməsi də, Allahın səndən razı qalması da vallahi bundadır. Başqasında yoxdur. Qardaşlarım, məclislərin ən üstünü Allah və Rasulundan danışılan, onların yad edildiyi, üstün tutulduğu, onlardan danışılan məclisdir. Allah üçün, qardaşlarım, toplanılan məclis. Adam evdən çıxdığı zaman onu ora, qardaşlarım, Allahın razılığını qazanmaqdan başqa bir şey aparmayıb. Elm məclisi var deyildiyi zaman, evdən çıxması da, gəlməsi də, bütün işlərini, evini, ailəsini, uşağını qoyub gəlməsi də Allah üçündür. Və bu məclislərə getmək, o məclislərdə olmaq. Bütün müsəlmanlara sual edib soruşsam, ən çox istədiyin şey nədir? Hər kəsin qəlbində bu ibadətləri etdiyi zaman bir tək şey var, Allah məni bağışlasın. Bu məclis, qardaşlarım, elə bir məclisdir ki, Allah səni bağışlayar. Hətta vallahi, qardaşlarım, hədisin sonuna çatanda, o məclisdən onlara aid olmayanları belə Allah bağışlayır. O məclisə aidiyyəti yoxdur. Sadəcə keçəndə, bəlkə kimdənsə borc almağa və yaxud da kiminsə ona pul verməsi üçün dünya işinə görə gələnlər var. Allah onları da bağışlayır, təsəvvür elə. Niyyəti sənin niyyətindən deyil. Özü səndən deyil. Gəldiyi məclisdə. Lakin Allah onu da bağışlayır. Məclisin şərəfi, üstünlüyü. Onun üçün, qardaşlarım, insan nəyi düşünməlidir? Vallahi. Bütün həyatı boyunca yaşadığın var ya, kimsə səni, qardaşlarım, bu şeylərə məcbur eləyə bilməz.
Məsələn, orucun tutulması. Bu Allaha görədir. Oruc yeganə ibadətdir ki, qardaşlarım, riya daxil olmur ora. Riyanın daxil olmadığı yeganə ibadətdir. Çünki zahirdə göstəriş yoxdur, heç nə yoxdur yəni. Namazında var, mən səni görürəm. Sədəqəndə var, zəkatında var. Ən azından verdiyin kimsə görür yəni. Bir tək orucdan başqa. Qardaşlarım, bax, nə qədər insan həyatı, yaşayışı, elm məclisinə getmək asandır. Sən daha böyükləri ilə sərf eləmirsən Allaha görə. Qışın soyuğunda, fəcrində, sənin yuxundan, döşəyindən dünya malı bəlkə qaldıra bilməzdi. Amma sən nə üçün durursan? Kimin üçün durursan? İsti su olmayanda kimin üçün soyuq su ilə dəstəmaz alırsan? Bir tək onun üçün vallahi. Başqası üçün eləmərsən. Bütün su qabağındadır, yemək qabağındadır. Yeyə bilərsən. Kimin üçün yemirsən? İçkilər, ala da bilərsən, pulun var. Kimin üçün tərk eləmirsən onu? Allah üçün, qardaşım. Kimsənin görmədiyi bir yerdə, minikdəsən, qarşıdan, məsələn, qadın keçir. Gözəlliyi gözəlliyidir, qısa geyimi qısadır, bədənindən insanı cəlb edəcək şeylər açıqdır, bağlı deyil. Və kimsə sənin yanında deyil ki, deyəsən ki, məsələn, utandım, məsələn, qardaşımdan, atamdan baxmadım. Təksən. Amma sən gözünü çəkirsən, baxmırsan. Baxmırsan ona, kimə görə qardaşım? Allaha görə, subhanallah. Və görüş də, görüş, o Allahla olacaq. Hansı ki, nəfsinin istəklərini onun üçün tərk edirdin. Ağır gələnləri onun üçün eləyirdin. Oruç tutmaq ağır gəlir. İbadətlər ağır gəlir. Çünki, qardaşlarım, ibadətlər üzərində səbr etmək, bu daha çətindir. Nəinki günahlara. Məsələn, günahı bir dəfə eləmirsən, içkidir, bir dəfə içmirsən və salam içmirsən. Amma sən namazı ölənə qədər qılmalısan. Yəni, bunun üzərində davam eləməlisən. Onun üçün alimlər deyir ki, qardaşlarım, bir adama etmə demək daha asandır. Onun üçün. Nəinki elə demək. Sən təsəvvür et, bir adama deyirsən ki, 100 kiloluq daşı qaldırma. Bu daha asan, yəni qaldırmır da, haramlar eləmir. Amma hər gün qaldır demək çətindir. Lakin bunun qarşılığındakı verilən mükafat da böyükdür. Eləcə də qardaşlarım, bəzən əksər qardaşlarımızın qədrini bilmədiyi, fəzilətindən xəbəri olub, lakin fəziləti itirdiyi məclislər var ki, onları itirirlər qardaşlarım. Elm məclisləri. Allah Azza və Cəllənin zikr edilən məclislər. Hətta qardaşlarım, bəzən insanlar evdən çıxır. Bura gəlməyə qəsd eləməsə belə. Niyyəti yoxdur bura gəlməyə. Yoldan keçəndə görür qardaşlar, oturublar. Və deyir, mən də gedim. Hətta onlar belə bu fəzilətdən nəsibləri var qardaşlar. Bu üstünlüklərdən. Çünki məclis, o məclis deyil, yemək məclisi deyil, söhbət məclisi deyil, qeybət məclisi deyil, adamlardan danışılan məclis deyil. Bu deyil, qardaşım. Onun üçün, qardaşlarım, hədisdə Muhammed sallallahu aleyhi və səlləm deyir ki, Allah Azza və Cəllənin yer üzərində gəzib dolaşan səyyah mələkləri var. Yer üzərində gəzib dolaşan mələkləri var, səyyahdılarlar, gəzirlər. Onların, qardaşlarım, səyahət etməsinin, gəzib dolaşmasının, yolları gəzirlər, qardaşlarım, küçələri gəzirlər, evləri gəzirlər. Bir tək səbəbi var. Bir tək səbəbi var. Onlar, qardaşlarım, bir sinif insanları axtarırlar. Xüsusi növ insanlar var ki, o mələklər, bax, Allah Azza və Cəllə yer üzərinə xüsusi olaraq mələklər göndərir. Səyyah mələklər. Onlar, xüsusi insanlar var ki, onları axtarırlar. Və həmin mələklər, qardaşlarım, savabları və günahları yazan mələklər deyil. Onlardan ayrı mələklərdir. Sən xeyir məclisindəsən, bu sənə xeyir olaraq yazılır yəni. Sağda xeyirlər yazılır. Bu mələklər, səyyah mələklər, o mələklər deyil. Bunlar başqa bir mələklərdir. Hansı ki, qardaşlarım,
Onlar Allah Azza və Cəlləni, həmin mələklər, zikr edən, Allahı xatırlayan, Allahın zikr edilməsi üzərində toplanan bir cəmaat gördükləri zaman, hansılar ki, Allahı xatırlayırlar, Allah Azza və Cəllədən danışırlar, təkbirlər gətirirlər, təsbihlər edirlər və buna bənzər dualar edirlər, Allahı səna edirlər, Allahı tərifləyirlər, Allahı uca tuturlar. Və nəinki Allah əhlidir, Allahı elə ucaldırlar. Həmin mələklər, qardaşlarım, onların yanına gedirlər. Buna daxildir, qardaşlarım, insanın cəmaatla namaz qılması da. Toplanırlar Allahı zikr etmək üçün, uca tutmaq üçün. Buna daxildir insanların, müsəlmanların Quran oxuması da, hədis öyrənməsi də, elm alması da və buna bənzər qardaşlar. Həmin mələklər gəzib həmin məclisləri tapdıqları zaman təsəvvür edin qardaşlarım, oturmursan, sənin yanına gəlirlər onlar. Bir-birini çağırırlar. Bir-birini çağırırlar. Deyirlər ki, qardaşlarım, gəlin sizin tələb etmək üzərə çıxdığınız məclis buradadır. Hansı ki yollara çıxmışdınız? Səyyah idilər, axtarırdılar. Və deyirlər ki, buradadır o məclis artıq. Onlar, qardaşlarım, gəlirlər, istədikləri həmin məclisin yanına. Çünki ehtiyacları, çıxmaları, yer üzərinə enmə səbəbləri həmin məclisləri tapmaq idi. Hansı ki, axtarırdılar, qardaşlarım. Zikrin eşidilməsi, Allah Azza və Cəllənin ibadətində olunması. Onlar, qardaşlarım, həmin məclisdə oturanları dairəyə alarlar. Əhatə eləyərlər onları. Hətta dünya səmasına qədər, qardaşlar, hətta dünya səmasına qədər, o qədər əhatə eləyərlər ki, dünya səmasına qədər. Onlar qanatları ilə, qardaşlarım, qanatları ilə yer və göyün arasını doldurarlar. Həmin məclisi əhatə eləyirlər. Sənin gəlib oturduğun bir saatlıq, yarım saatlıq məclisi mələklər yerdən göyə qədər doldururlar, qardaşlarım. Və qanatları ilə bürüyürlər orada oturanları. Əhatə eləyirlər onları. Sonra, qardaşlarım, Allah Azza və Cəllə özü ən gözəl bildiyi halda, özü hər şey bildiyi halda o mələklərdən soruşur. Mənim qullarım nə edirdilər? Təsəvvür edin, qardaşlar, necə şərəfdir bu. Oturduğum məclis barəsində Allah Azza və Cəllə mələklərindən soruşur orada oturanlara. Bu bilsən nə deməkdir, vallahi. Yəni, bu bir insan üçün, əgər adam orada oturub, o məclis ki, Allah qatında xatırlanır və Allah soruşur oradakıları, qullarım nə inirdilər? Mələklər deyirlər ki, qardaşlarım, biz onları qoyub gəldiyimiz zaman onlar sənə həmdlər edirdilər, zikirlər edirlər səni, səni xatırlayırdılar, səni ucaldırdılar, sənin əzəmətindən danışırdılar, səndən istəyirdilər, bir-birinə sənə ibadət etməyi tövsiyə edirdilər, səni sevirdilər, səndən qorxurdular, əmrləri yerinə yetirirdilər, qadağalarından çəkinirdilər. Allah Azza və Cəllə soruşur, qardaşlarım, mələklərdən. Onlar məni görüblər. Görüblər, onlar belə eləyirlər. Görüblərmi onlar məni?
Mələklər deyirlər ki, xeyr ya Rabbi, onlar səni görməyiblər. Allah Azza və Cəllə soruşur. Hansı ki Allah daha gözəl bilir. Allah daha gözəl bilir. Və Allah Azza və Cəllə soruşur. Əgər birdən məni görsəydilər, bəs onların halı necə olardı? Onlar məni görməyiblər. Zikirlər edirlər. Mənim üçün toplanışırlar. Adımı uca tuturlar. Məni xatırlayırlar. Bəs onlar məni görsəydilər. Mələklər deyir ki, vallahi, onlar bundan daha çoxunu edərdilər. Daha şiddətli həmlər edərdilər. Daha şiddətli təsbih edərdilər. Daha şiddətli səni xatırlayardılar. Yəni, səni zikr etməkdə ən çox və ən şiddətli bir halda artırardılar. Allah Azza və Cəllə yenə mələklərdən soruşur, qardaşlarım. Onlar nə istəyirlər? Nəyi tələb edirlər? Nə üçün belə yığışıblar? İstəkləri, əllərini qaldırdıqda, səcdələrə getdikdə, gecənin 1/3-də yalvardıqda, oruclarını açdıqda, ibadət və itaət üzərində olduqda, mallarını xərclədikdə, sədəqələrini verdikdə, canlarını Allah yolunda fəda etdikdə, nəyi tələb edirlər? Nə üçün bunu edirlər? Mələklər deyirlər ki, qardaşlarım, onlar səndən cənnəti istəyirlər. Onlar səndən cənnəti istəyirlər. Allah Azza və Cəllə özü daha gözəl bildiyi halda mələklərdən soruşur. Onlar cənnəti görüblər. Mələklər deyir ki, ya Rabbi, görməyiblər. Onlar cənnəti də görməyiblər. İstədikləri, tələb etdikləri, sadəcə onlara xəbər gedib. Xəbər gedib ki, müttəqilər üçün Rəbləri onları qonaq edəcəyi, gətirəcəyi, Selamun aleykum, sizə səlam olsun deyilərək girəcəkləri Dərus-Səlam, salamatlıq diyarı. Xəbər verib sadəcə. Heç görməyiblər oranı, sadəcə eşidiblər. Lakin iman eləyiblər. Və onun üçün tələb eləyirlər. İstəyirlər ki, ya Rabbi, səndən istəyirəm. Cənnəti nəsib et, cənnəti ver. Allah Azza və Cəllə deyir ki, bəs onlar görsəydilər birdən. Bəs görsəydilər cənnəti. Mələklər deyir ki, qardaşlarım, əgər cənnəti görsəydilər, orada olanları görsəydilər, onlar daha şiddətli bir şəkildə onu istəyərdilər. Daha şiddətli bir şəkildə onu istəyərdilər. Sonra isə Allah Azza və Cəllə soruşur, qardaşlarım. Onlar nədən qorxurlar və nədən sığınırlar? Nəydən qaçırlar? Mələklər deyir ki, onlar cəhənnəm odundan sənə sığınırlar. Cəhənnəm odundan qaçırlar. Cəhənnəmə girmək istəmirlər. Allah Azza və Cəllə özü daha gözəl bildiyi halda, qardaşlarım, soruşur. Onlar cəhənnəmi bəs görüblər? Cəhənnəmi görüblərmi? Mələklər deyirlər ki, yəni görmədən onların bu qorxduqları səbəb ki var, onları görüblərmi ki, o qədər qorxurlar? Mələklər deyir ki, yox ya Rabbi, görməyiblər. Allah Azza və Cəllə soruşur. Bəs əgər görsəydilər, cəhənnəmi görsəydilər, onların halı necə olardı? Mələklər deyir ki, vallahi, əgər onlar onu görsəydilər, olduqları haldan daha şiddətli bir şəkildə cəhənnəmdən sənə sığınardılar. Daha şiddətli bir şəkildə sənə qaçardılar. Daha şiddətli bir şəkildə cəhənnəmdən qaçardılar. Daha şiddətli bir şəkildə ondan qorxardılar. Çünki, qardaşlarım,
Allah Azza və Cəlləni bilən, cənnət və cəhənnəm haqqında eşidən, çox xatırlayırlar cənnəti və qorxurlar cəhənnəmə getməkdən. Qardaşlarım, Allah Azza və Cəllə mələklərdən bunları soruşduqdan və onlar da suallara cavab verdikdən sonra Allah Azza və Cəllə deyir ki, فَإِنِّي أُشْهِدُكُمْ Mən sizi şahid tuturam. Subhanallah. Mən sizi şahid tuturam. Ənni qad ғafərtu ləhum. Mən artıq onları bağışladım. Subhanallah. Fəzilətə bax. Heç nə eləmirsən. Mal xərcləmirsən. Yol yerimirsən. Sadəcə Allahı zikr edənlərlə bərabərsən. Sadəcə Allahdan cənnəti istəyirsən. Allaha cəhənnəmdən sığınırsan. Və Allah Azza və Cəllə qardaşlarım, sənin oturduğun və olduğun məclisdən daha xeyirli, daha üstün bir məclisdə şahid tutur onları və deyir ki, şahid olun. Mən onları bağışladım, subhanallah. Üstünlüyə bax, vallahi. Şərəfə bax. Allahın vermiş olduğu böyük neymətlərə bax. Hansı ki, qardaşlarım, güc və qüvvət səndən tələb olunmadan verilir. Və Allah Azza və Cəllənin mərhəmətinə bax. Bu Rəbb, qardaşlarım, qullarını əzab etmək istəməz. Qullarını əzab etmək Allahın nəyinə gərəkdir? Allah bağışlamaq istəyir və yollar qoyub, subhanallah. Fürsətlər qoyub, vaxtlar verir. Bütün fürsətləri sənə xəbər verəcək elçilər göndərib. Rasullar göndərib. Dəvətçilər göndərib, alimlər göndərib. Sənə öyrətsin, sənə başa salsın. Allah Azza və Cəllə orada olanların günahını bağışlayır, qardaşlarım. Mələklər deyir ki, qardaşlarım, bu mələklərin həris olmasınadır, bax. Mələklər deyir ki, onların içərisində çoxlu günah edən biri var. Oturub onlarla. Allah Azza və Cəllə deyir ki, bağışladım hamısını. Orada kim varsa, hamısını. Subhanallah. Allah Azza və Cəllə bizləri də öz yanında xatırlanan və bağışlanan qullarına etsin. Bizi də o dəstəyə aid etsin. Lakin mələklər qeyd edirlər. Onların içində biri var. Çox günah eləyir. Subhanallah, çox günah eləyir o. Günahları çoxdur. Və həmçinin o məclisə getməyə qəsd eləməyib. Niyyəti yox idi ora getməyə. Sadəcə özünün ehtiyacı var idi. İşinə görə, dünyavi işinə görə gedib ora deyir. Subhanallah. Dünyavi işinə görə gedib. Günahkardır. Xataları çoxdur və boldur. Həmin məclisə nə zikr üçün getməyib, nə elm məclisi olduğu üçün getməyib. Sadəcə yol keçirdi. Ehtiyacı olan biri oradadırsa, kimsə çıxanda söz deyəcəksə, onunla çıxıb bir iş dalıcan gedəcəksə, sadəcə dünyavi ehtiyaclarına görə gəlib. Bu qardaşlarım, mələklərdən düşüncə idi ki, baxırdılar, elm üçün gəlməyib, qəsdi ora olmayıb, dünya üçün gəlib. Mələklər düşünürdü ki, o bağışlanmağa layiq deyil, yəni. Onu istəyirdilər çıxartsınlar o toplumdan. Digərləri Allah Azza və Cəllə bağışlayıb, onları bağışladım deyir. Mələklər düşünürdülər ki, sanki həmin şəxs bağışlanmağa layiq deyil. Allah Azza və Cəllə qardaşlarım mələklərə deyir: Hum qavmun, onlar Allahı zikr edənlər elə bir dəstədilər ki, elə bir qövmdülər ki, elə bir toplumdular ki,
onlarla beraber oturanlar bədbaxt olmaz. Subhanallah. Bu əzəmətli bir şeydir, qardaşlar. Onlarla beraber oturanlar, onlarla beraber olanlar, onlar bədbaxt olmaz. Bədbaxtçılıq, qardaşlarım, Allah Azza və Cəllənin şəriətindən kənar olmaqdadır. Azdıracaq, dostlarla beraber olmaqdadır. Məclisləri doğru düzgün seçməməkdədir. Hətta Allah Azza və Cəllə qəstsiz gələn xatalar üzərində olanı da bağışlayır, subhanallah. Bu qardaşlarım, həmin məclisin fəzilətinə, orada oturanların şərəf və izzətinə, nə qədər böyük bir hal üzərində olduqlarına dəlalət edir. Onlar elə bir qövmdülər ki, onlarla beraber olanlar bədbaxt olmaz. Hətta o kəslər ki, qardaşlarım, qəstsiz gəliblər. Onları belə Allahın rəhməti bürüyər, qardaşlarım. Allahın rəhməti məxluqun düşündüyündən, ağıl edə biləcəyindən, ağlının çata biləcəyindən daha geniş, daha böyükdür, qardaşlarım. Hədisdə, qardaşlarım, elm məclislərinə yönəlməyə həvəsləndirmə var. Səni rəğbətləndirir. Gecə gündüz yalvardığın, bağışlanmanı istəyirsənmi? Ged elm məclisinə. Ged onlarla beraber ol. Kimlər ki Allahı yad edirlər. Kimlər ki namaza dururlar. İbadətlərdə, taravihlərdə ol. Kimlər ki sahurlarda beraber olurlar. Kimlər ki iftarlarda beraber olurlar. Allahın zikirdə, qardaşlarım, toplanırlar. Kimlər ki elm məclisində beraber olurlar. Kimlər ki ümrələrdə beraber olurlar. Kimlər ki haclarda beraber olurlar. Kimlər ki Quran oxumaqda, öyrənməkdə beraber olurlar. Xüsusən Ramazan ayı, qardaşlarım, fürsətdir insanın Quran oxuması, öyrənməsi və digər ibadətləri etməsi, evdə ailəsi ilə, uşaqları ilə beraber. Bu şərt deyil ki, sən gəlib mənimlə və yaxud da Əhmədlə, Abdullahla, Abu Bakır və Ömərlə oturasan. Evdə, qardaşlarım, uşaqlarınla beraber otur, Quran oxuyucuna, məclisi qur. İstəmirsənmi ki, bağışlanan məclislərdən olsun? Allah qatında zikr edilən, xatırlanan məclislərdən olsun? Qur günən evində məclisi. Götür kitabları. Sahabələr, qardaşlarım, Muhammed sallallahu aleyhi ve sellemin yanına elm məclislərinə, dərslərə, halqalara getdikdən sonra qayıdırdılar evlərinə, öyrədirdilər ailələrini və uşaqlarını. İş yoldaşları, qardaşlarım. İki iş yoldaşı varsa, biri gələ bilirsə, sıra qoyurdular. Bir dəfə biri gedirdi məclisə. Başqa vaxt digəri gedirdi. Onun olduğu məclisdə olmayana o məclisdə olanları xəbər verirdi, öyrədirdi. Eləcə də sən, qardaşım. Buradan çıxdığın zaman hər bir kəsin qonşusu var, dostu var. Burada olmayan, yaxın olanı var. Evi, ailəsi var, uşaqları var. Dostu var, iş yoldaşı var. Getdiyin zaman danış. Bu hədisi xatırla, yer üzərində səyyah mələklərin olduğunu. Bir səbəblə yerə inirlər, subhanallah. Bir səbəblə. Allah Azza və Cəllə xəlq eləyib bir dənə səbəb üçün. Yer üzərində gəzib, zikr məclislərini axtarmaq. O səbəblə yaranıb və axtarır. Qardaşım, onların hərisliyinə bax. Onlardan biri həmin məclisi tapdığı zaman digərlərini çağırır. Gəlin deyir. İstədiyiniz, axtardığınız məclis buradadır. Tapmışıq, gəlin. Sonra əhatə eləyirlər. Şeytan o məclisə daxil olmaz. Şeytan girməz, vəsvəsə olmaz. Allahın şəriəti üzərində, kitab və sünnə üzərində, sələfin əqidə mənhəci üzərində qalxan, qurulan məclislərə, qardaşlarım. Ayrıdır məclislər var, şeytanın qurduğu məclis, qardaşım. Elə düşünür ki, məsələn, Allahı zikr etmək üçündür. Amma var Allahın yad edildiyi məclislər.
Mələklər yaranıb bu səbəb üçün. Öyrət insanlara. Allah Azza və Cəllənin soruşmasını, orada olan qullarını soruşur. Nə üçün yığılıblar? Niyə oturublar orada? İşləri yoxdur mu? Gücləri yoxdur mu onların? Dünyəvi ehtiyacları yoxdur mu? Dostları, qardaşları, söhbət edəcəyi, həyat yoldaşları, oynayacağı uşaqları yoxdur mu? Var vallahi. Hamısının var. Nə maniədir onlara dünyanın arxasınca getməyə? Allahın zikri. Maniyə deyil ha, bu üstünlükdür. Dünyaya maniədir. Allah Azza və Cəllənin zikri üçün. Nə üçün yığılıblar? Səni uca tutmaq üçün, səni zikr etmək üçün, səni ucaltmaq üçün. Sən nəyin əhlisənsə, nəyə layiqsənsə, səni tərif etmək üçün. Vallahi dillər yetməz təsbihlər etməyə, təhmidlər etməyə, Allahı ucaltmağa. Vallahi yetməz. Sözlər bitər. Allah Azza və Cəllənin şənini ucaltmağa, sözlərin bütün dillər birdən danışsa, Allahı ucaltsa, vallahi yenə də Allahı qədərində ucalda bilməzlər. وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِ. İnsanlar, qardaşlarım, Allahı layiqincə qiymətləndirə bilmədilər. Layiqincə qiymətləndirə bilmədilər. Allah Azza və Cəllə soruşacaq ki, görüblərmi ki məni? Görməyiblər. Bəs görsəydilər. Nə istəyirlər o toplumda? Cənnəti. Görüblərmi cənnəti? Görməyiblər. Görmədikləri şey necə istəyirlər? Çünki iman ediblər. İman ediblər, ya Rabbi. Və bunu nəyə göstərir bilirsənmi, qardaşlarım? Görməyiblər, deyir. Əgər görsəydilər daha şiddətli olaraq, deməli, sənə çatan cənnət haqqında azdır. Azdır, qardaşım, azdır. Azdır. Sənə deyilən, sənə xəbər verilən, ayə və hədislərdə gələn, hələ azına iman edib, sən Allahın haramlarını tərk etmirsən. Halalları üzərində, yaşamaq üzərində can atırsan, səy göstərirsən ki, yerinə yetirim. Nə edim ki, Rəbbim məndən razı qalsın? Musa aleyhissalam, qardaşlarım, qövmü ilə Allah Azza və Cəllə ilə vədləşdiyi yerə, Tur dağına getdiyi zaman, Tur dağı görüşdüyü zaman, qardaşlarım, bu, qardaşlarım, Allahi, Peyğəmbərlərin Allah Azza və Cəlləyə tərəf yönəlməkdə, qaçmaqda, onu sevməkdə nə qədər həris olduqlarını göstərir. Qövmü ilə gedir Allah Azza və Cəllənin miqatına, əmrlər alacaq Allahla danışmağa. Allah Azza və Cəllə həqiqi olaraq özünə layiq olan şəkildə danışır. Əhlüsünnə buna iman eləyib. Musa aleyhissalam, qardaşlarım, Tur dağını görəndə, nə zaman ki, dağ görükmürdü, görüş yeri görükmürdü, Musa aleyhissalam da öz qövmü ilə yavaş-yavaş gedirdilər. Yavaş-yavaş gedirdilər. Nə zaman ki, dağı görür, qardaşlarım. Musa aleyhissalam, qardaşlarım, öz qövmünü yolda tərk eləyir və başlayır qaçmağa. Dağa tərəf qaçmağa, subhanallah. Allah Azza və Cəllə soruşur, səni öz qövmündən daha tələsik gəlməyə vadar edən nə oldu ey Musa? Niyə qaçırsan? Gəlirdin, hamı bircə gəlirdi. Niyə axı qaçırsan sən indi? Musa aleyhissalam deyir ki, qardaşlarım, وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَ. Ey Rəbbim, mən sənə qaçdım ki, sənə tərəf gəldim ki, məndən razı olasan. Məndən razı olasan. Onun üçün, qardaşlarım, sənin Tur dağın namazındır. İbadətlərə tənbəl getməməlisən. Tələsməlisən. Oruclara Allah sənə əziyyət edirmiş kimi əzilməməlisən. Adam bir gün ortasını yeməyib də, subhanallah. Bir gün ortasını yeməmsən sən. O qədər əzgindir ki, bu elə bil 5 ildir bu çörək yemir. Ahların, ufların içərisində. Vallahi, bu sənin, Rəbbimin səndən razı olmasıdır. Sən tələsməlisən. وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَ deməlisən. Gəldim ya Rabbi,
əmrlərin mənim boynumun borcudur. Qadağaların çəkinmək yolumdur. Adam qorxur. Xüsusən qardaşlarım, hər Ramazan qardaşlara xatırlatma edən nə deyir? Acmağa, qardaşlarım, bugün adam fürsəti də yoxdur. Yəni, bəzən bəziləri yatır, sadəcə namazdan namaza durur, ya iftar vaxtı deyir ki, subhanallah, gözəl qardaş, heç hiss eləmədim, deyir orucu hiss eləmədim, deyir. Sən nə hiss eləyəcəksən? Adam yatanda oruc hiss eləyir. Bu qəribə hissiyatın axtarış yeridir. Sən ömür boyu hiss eləməyəcəksən. Səhər, qardaşlar, bir qoşunun yeməyini yiyir. Adam elə bir döyüş əmr verilib, cihada gedir, qüvvətli olmalıdır. Hələ belə vaxtda o qədər yemir adam. Hazırlıq görüb, gedib qara zeytun alıb səhər yeməyə. Xurmanın çeşidlərini alıb. Pendirin bahalısını alıb, kərə yağı alıb. Adi vaxtı bu qədər xərci çıxmırdı. Adam rasxoddur Ramazandır. Adam qorxur. Subhanallah. Sənin ümmətin öndərləri orucların, qardaşlarım, simvolik açırdılar. Axşam orucu açmağa sudan başqa bir şey olmurdu. Amma yemək üçün xurma belə tapmırdılar. Xurmanın tumun sadəcə sünni əməl etsinlər deyə ağızlarına atırdılar. Onu sovrurdular və çıxardıb qoyurdular. O da sabahın iftarıdır. Sabah soğurmaq üçün. Yox idi. Adam qorxur. Axşam məsələn çoxlu yeyir. Aydındır. Və ya qardaşlarım, bəziləri məsələn ibadət növündən çıxardı. Ramazanı arıqlamaq üçün diyet eləyib. Ramazanda məsələn 5 kilo verdi. Ramazan qardaşlarım, kalendarda yazı da öyle ki, filan vaxt məsələn, filan ayda belə gəlir. Ramazan Allahın məğfirətidir, rəhmətidir, ümmətə bərəkətidir. Allah Azza və Cəllənin, qardaşlarım, orucu vacib etməsində məqsədi var. Ayədə deyir. Ya eyyuhəl-ləzīnə əmənu, iman edənlər, kutibə aleykumus-siyam. Oruc sizə vacib edildi. Kəmə kutibə aləl-ləzīnə min qablikum. Necə ki, sizdən əvvəlkilərə vacib edilmişdir. Bu qeyd bilirsən nə üçündür? Allah Azza və Cəllə sizə vacib edildi desə, bizə kifayətdir, elhamdülillah. Və salam, mən oruç tutacam. Lakin, qardaşlarım, Allah bizdən əvvəlkilərə də əmr etdiyini xəbər verir. Bu bilirsənmi nədir? Bu rahatlıqdır möminlərin qəlbinə ki, elhamdülillah, mənim bugün üzərində olduğum bu ibadət məndən öncəki salihlərin də ibadət etdiyi idi. Onlar da eyni bu şəkildə Rəbləri üçün oruç tuturdu. Allah Azza və Cəllənin, qardaşlarım, bu ümmətə şərəf və izzət olaraq vermiş olduğu əməldir oruc. Bunu biz hər Ramazanda, hər oruc haqqında danışanda çox yerdə qeyd edirik, qardaşlar. Hər dəfə bunu təkrar edirik. Qardaşlar, bəlkə yüzlərlə dərslərimizdə bunu eşidə bilər. Lakin bu şərəfdir və izzətdir. Mən və sən oruç tutaraq bu şərəfi əldə eləmsən. Onun üçün qeyd edirik hər dəfə. Qardaşlarım, alimlər deyirlər ki, Allah Azza və Cəllənin qudsi hədisdə oruc mənimdir. Bütün Adəm övladının deyir, əməlləri özünədir. Bütün əməlləri özünədir. Bir tək orucdan başqa. Qisas düşməyən yeganə əməldir. Qisas düşmür. Orucdan qisas alınmayacaq. Riya girməyən yeganə əməldir. Allah Azza və Cəllə deyir ki, mənim də oruc, onun mükafatını mən verəcəm. Bir adamın, qardaşlarım, qiyamət günü haqları varsa, borcları varsa, ondan qisas alınacaqsa, onun savablarından götürülüb veriləcək bir tək orucdan başqa. Bir tək orucdan başqa. Oruc qisas alınmayan yeganə ibadətdir. Namazından götürüləcək savabından, məsələn, birinə 10 savab borcusan, birinin qeybətinləmsən, birinin alladımısan, birinə yalan danışmısan, birinə çəp baxmısan, birini söymüsən, alınacaq səndən. Bir tək orucdan başqa o Rəbbimindir.
Bütün əməllərə baxsan qardaşlarım, bütün əməllərə. Hər birinin qarşılığında mükafat, bəziləri, hamısını deməyək, bəziləri ədədlə qeyd olunub. Kim Qurandan bir hərf oxuyarsa ona 10 savab. Bir tək orucdan başqa. Oruca miqdar yoxdur. Allah özünə aid eləyib mənimdir. Və bir şey ki, qardaşlarım, aləmlərin Rəbbi olan Allaha aid olan və mükafatını o verər. Onun üçün qapı qoyub, subhanallah, Rəyyan. Susuz ciyərlərin, ac qarınların, Rəbbi üçün bunları tərk edənlərin qapısı. Rəyyan qapısı, qardaşlarım. Cənnətin qapısı. Çağırılacaq. Oruç tutanlar, onlardan başqa kimsə çağırılmayacaq. Və bu ibadət, qardaşlarım, hər zaman dediyimiz kimi şərəfdir. Nə üçün şərəfdir? Alimlər deyir ki, Allahdan qeyrisinə ibadət edənlər öz bütlərinə, pirlərinə, qəbirlərinə, salih saydıqlarına, övliyalarına nə ad qoyub ibadət etdikləri var, hər bir şeylərinə. Bütün ibadətlərin növləri ilə ibadət eləyiblər. Bir tək oruc ibadətindən başqa. Bütü üçün məsələn oruç tutmayıb. Səcdə eləyib, qurban kəsib, nəzir verib. Aydındır? Amma oruc görüşmür axı. Yəni bugün evdə oturub öz bütü üçün acam, bu əmələ gəlmir oralarda. Onun üçün bu ibadət yalnız Rəbbinə ibadət edənlərin ibadətidir. Elhamdülillah, Rəbbim bizi bununla şərəfləndirib. Onun üçün, qardaşlarım, bu hədisdə də gələn cənnət müxtəlif xeyirlər üzərindədir. Onun üçün Allah Azza və Cəllə hədisdə deyir, əgər görsəydilər, həmçinin cəhənnəm odu Rəbbim bizləri, ailələrimizi, sevdiklərimizi, din qardaş və bacılarımızı və bütün müsəlmanları qorusun cəhənnəm odundan. Müxtəlif növ əzablar üzərindədir. Bizim eşitdiklərimizdən daha çox və daha böyük, qardaşlarım, daha şiddətli. Onun üçün deyir ki, əgər görsəydilər, daha şiddətli qaçardılar. Və həmçinin, qardaşlarım, burada Allahdan xeyirlərin istənilməsinə rəğbətləndirmə var. Ki, insan Allah Azza və Cəllədən xeyirləri istəsin, xeyir məclislərinə yönəlsin. Bu böyük bir haldır, qardaşlarım. İstədim, qardaşlarım, bu hədis barəsində sizinlə danışım. Həm mənə xatırlatma olsun, həm sizə xatırlatma olsun, həmçinin bizi eşidəcək, dinləyəcək bacı və qardaşlarımıza. Çünki əzəmətli bir hədisdir. Əzəmətli bir hədisdir içərisində bütün xeyirləri yığan və bütün halların olduğu. Dərsimiz bu qədər, qardaşlarım. Nəsihət etmək istədiyim məsələ və mövzu bu qədər. Allah Azza və Cəllə bizi xeyirlər üzərində cəm etsin. Daim onu yad edən, zikr edən qullardan etsin, qulları ilə bərabər etsin, ibadət və itaət üzərində etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi və səlləm.
Günahın zülməti vurar ona və pis sonluqla ölər. İmanı da zəif olar. İmanı da zəif olar. İnsanın özünü hesaba çəkməsi qəlbin həyatıdır. Nəcatın, qurtuluşun yoludur. Doğru yolda olmağın halıdır. Kim özünü tanıyarsa, Rəbbinə düzgün ibadət edir, qardaşlarım. Kim zahirini düzəldərsə, kim daxilini düzəldərsə, Allah onun batinini düzəldər. Kim Allahla sadiq olarsa əməllərində, etdiklərində, verdiklərində və aldıqlarında, Allah onu təsdiq edər, qardaşlar. Allah onu təsdiq edər. İnsanın nəfsini hesaba çəkməsi, bu istəyirsən elə, istəyirsən eləmə məsələsi deyil. İxtiyar verilməyib ki, istəyirsən elə, bax da istəyirsən eləmə. Bu, qardaşlarım, qurtuluşun yoludur. Sənə deyirlər ki, elə qurtulacaqsan. Elə qurtulacaqsan. Və bu zəiflik deyil, qardaşlarım. İnsan özünü hesaba çəkməsi, qorxaqlıq deyil. Bu gücdür. Bu, hüzün, kədər üçün deyil, həyat üçündür. Həyat üçündür, yaşamaq üçündür, qardaşlarım. Allah Azza və Cəllədən istəyirəm ki, qardaşlarım, bizi eşidib fayda alanlardan etsin. Allah Azza və Cəllə bizi günah etdiyimiz zaman tövbə edənlərdən, xəta etdiyimiz zaman bağışlanma diləyənlərdən etsin. Bizi özünü hesaba çəkənlərdən, axirətdə də hesabı asan, yüngül olanlardan etsin. Rəbbimin qarşısında durduğumuz zaman kitabımızı sağ əlimizə verilənlərdən etsin. Üzümüzü ağ etsin. Bizi Muhammed sallallahu aleyhi ve sellemlə bərabər hovuzunda, ondan sonra isə Firdevs Ələ cənnətində birləşdirsin, məskənimizi oralar etsin. Bizi cəhənnəmi də bizə haram etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləm.